Başta Mehriban xanım olmaqla Azərbaycanın bütün qadınlarını bir ana kimi təbrik edirəm. Allah bütün qadınlarımıza elə bir gün qismət eləsin ki, bir gün yuxudan durub görsünlər ki, Mehriban xanım deyib ki, ay cəmaət, indiyəcən sizə zülm elədim, bundan sonra da zülm eləməyəcəm. Çünki mən də anıyam, mənim də balalarım var, mənim də nəvələrim var. Ona görə də ki, mən birinci başda Mehriban xanıma demək istəyirəm ki, Mehriban xanım, Azərbaycan xalqının, Azərbaycan qadınlarını, Azərbaycan analarını həqiqətən məhv eləmişsiniz. Azərbaycan anaları iş tapa bilmir. Azərbaycan anaları pensiya ala bilmir. Azərbaycan uşaqları uşaq pulu ala bilmir. Bunların hamısının başında birbaşa siz durursunuz. Həqiqətən siz durursunuz. Mən həmişə deyirəm ki, prezident elə bir günən ki, bütün hər bir şeyi sizə verib, siz özünüz bunu idarə edirsiniz. Amma görünən odur ki, hamı prezidentdən bilər. Xeyr, prezidentimiz çox zəifdir. Prezidentimiz həqiqətən Azərbaycanı batırmaq üzrədir. Onun da ki, əsas səbəbkarı sizsiniz. Mən hərdən oturub fikirləşirəm ki, xanım Mehriban Əliyeva, siz özünüz Ziyalı ailəsində anadan olmuşsunuz. Maaşa qulluq eləyən bir ailədə. Siz indi Əliyevlərinin gəlini olmasaydınız, yenə də belə qəddar olacaqdınız. Bax, onu mən bilmək istəyirəm. Burada bəzən deyirlər ki, o insanlar sonradan görəndən sonra həddindən artıq pis olur. Amma çox vaxt mənim fikrimdə var, sonradan görənlərdən bəzi adamlar var ki, mən onları görmüşəm. Bəlkə də cəmaət gözünə oynayıblar, neyniyiblər deyə bilmərəm. Amma nəsə xalqa kömək eləmək fikirləri olub. Amma siz xalqa kömək eləmirsiniz. Siz xalqın boğazından kəsirsiniz. Mən həmişə deyirəm ki, bir gün mən Azərbaycan xalqını elə bir gündə görmək istəyirəm ki, həqiqətən bir dəfə sizin ölənlərinizə rəhmət oxusun. İndi yaltaqları demirəm, Azərbaycanda yaltaq sayından daha da çoxdur. Siz də onlara baxıb ürəklənirsiniz, deyirsiniz ki, onsuz da neynəsəm, yaltaqlar mənə qurban olacaq. Amma bir dənə o yaltaqları da buradan demək istəyirəm ki, vallah siz heç nəyə nail olmayacaqsınız. Siz nə qədər yaltaqlanacaqsınız, o qədər də əziləcəksiniz. Siz cəhənnəmə. Sizin uşaqlarınız əziləcək, sizin qonşularınız əziləcək, qohumlarınız əziləcək. Bu yaltaqlığın daşını atında. Hansı gününüzdə yaltaqlanırsınız? Birinizin o 5 manata, 10 manata görə yaltaqlanmaq olar. Adicini bir dənə artisti görürsünüz. Keçən səfər baxıram o Damlıya, Xaçmazda nəsə konsertə gəlmişdi. Yekə-yekə qadınlar, yekə-yekə analar, hamısı elə özlərini aparırlar ki, elə bir günən ki, kim gəlib? Niyə özünüzü bu qədər alçaldırsınız? Niyə? Mən Azərbaycan analarına deyirəm, xahiş edirəm. Oturun, biraz fikirləşin, görün ki, dəyər yaltaqlanmağa. Mən həmişə deyirəm ki, Azərbaycanın bədbəxtçiliyinin əsas səbəbi xanım Mehriban Əliyevadır. Ona görə də ki, xanım Mehriban Əliyeva 3 uşağım var. Özün də bilirsən ki, sənsiz o uşaqlar özləri heç bir şey eləyə bilməzlər. Onların gələcəyini fikirləşkin. Nə olar xaricdə evləri var, nə olar orada burada şey eləyəcəklər, sizdən sonra gedəcəklər. Və siz ondan qorxmursunuz ki, o qədər şey uşaqlardır ki, uşaqlar olsun. Üçünü də deyirəm, tək birini yox. Hamısı kiminsə kuklası olacaq, onu siz yaxşı bilin. Çünki bu uşaqlar özləri heç vaxt heç nəyi fikirləşməyiblər. Bunlar elə özləri elə bir gündən ki, həqiqətən 40 yaşlarını keçmiş olsalar da uşaq kimidirlər. Mən baxıram onların danışığına, bunların hərəkətinə, hərdən deyirəm ki, nə yaxşı ki, qurban olum Allaha, mən o milyardlar lazım deyir. Mənim elə azacıq pulum olsun, balım da yanımda olsun. Vallahi heç olmasa biləm ki, uşağım ağıllıdır. Ona görə də ki, xanım Mehriban Əliyeva, Allahdan qorxun. Xahiş edirəm, bu elə eləyin ki, ya bu sizin son qadınlar gününüz olsun, çıxın istefa verin, çıxın gedin, ya da ki, heç olmasa gələn qadınlar günündə insanlar sizin atınıza, nəslinizə, kökünüzə rəhmət oxusun. Vallahi siz özünüzü xanım kimi yox, siz özünüzü reket kimi aparırsınız, mənim sizə dediyim budur. İncisiniz də, incimədiniz də,
Həqiqət budur, xanım Mehriban Əliyeva. Allah hamını, bütün qadınlarımızın canına sağ eləsin. Gün oyun olsun ki, qadınlarımız rahat nəfəs alıb, rahat yaşaya bilsin. Didərgin düşməsinlər, onun bunun əlinin altında işləməsinlər. Hərəsindən oxuyub savadlı uşaqlarımız, hamısı girinc girəftar qalıb. Olmaz belə. Birində dindirən kimi iş var, gedin fəhlə işləyin. Niyə? Niyə sizin balalarınızın 5-6 vəzifəsi olmalıdır? Bizim balalarımız gəlib sizin əlinizin altında fəhlə işləməlidir. Quldarlıq dövrüdür. Elə şey yoxdur axı. Şəxsən mən özüm o cür savadlı oğlun anasıyam. Mən oğlumu sizin yanınızda heç vaxt işlətmərəm. Ona görə də Azərbaycandan biz çıxdıq, getdik. Çünki Azərbaycan uşaqları məhv eləyir. Azərbaycan uşaqları narkoman eləyir. Azərbaycan uşaqları, nə bilim, pis günə qoyur da. Pulun var, adamsan Azərbaycanda. Pulun yoxdur, sən qulsan. Bax, bu da Azərbaycanın günü. Bunun da hamısının əsas səbəbkarı sizsiniz, xanım Mehriban Əliyeva.